Bilirsən, elə bir musiqi var ki, nə rəqs üçündür, nə də ki, onu Bakı şansonu adlandırırlar. Bu janr Bakıda 80-cı illərdə yaranıb, həmin vaxtlar insanlar həyatdan, sevgidən, məhəbbətdən oxuyurdular. İlk tanıdan Eyüp Yaquboğlu Aydın çıksa bu musiqiyə Bakı ruhunu qatıb. Bakı şansonu sevgi, darıxmaq, dostluq və sədaqət haqqında mahnılardır. Bu mahnılardan həm Rus, həm Azərbaycan dili eşidilir. Çünki Bakı özü iki dilli, amma bir ürəkdir. Bugün bu mahnılar hələ də yaşayır. Konsertlərdə, platformalarda, insanların yaddaşında. Çünki bu musiqi dəbdən yox, ruhdan gəlir. Bakı şansonu sadəcə janr deyil, bu xarakterdir, bu Bakıdır.